Müasir qidaların tərkibində xüsusilə də undan hazırlanan şirniyyatlarda, tortlarda, eyni zamanda bir çox rəf ömrü uzun olan paketlənmiş peçenyelər, vaflilər, şirniyyatlar var ki, onların tərkibindəki istifadə olunan yağlar, bu yağların trans yağlardan olması və yaxud da ucuz əldə olunan bitki yağlarından əldə olunması, süni qatqıların, rəngləndiricilərin, dadlandırıcıların, aromatizatorların, emulqatorların, stabilizatorların istifadə olunması təbii ki, insan orqanizmində müəyyən fəsadlar törədir. Burada birinci növbədə hər zaman ən tez zərər görən və ən tez onun zərərlərinə qarşı reaksiya verən az yaşlılar, yuxarı yaşlılar, xroniki xəstəliyi olan insanlar, immun sistemi zəif olan insanlardır. Ancaq bu heç də demək deyil ki, bu qidaların tərkibindəki qatqılar, xüsusilə kimyəvi qatqılar sağlam insana da öz təsirini göstərmir. Birinci növbədə maddələr mübadiləsinə təsir edir. Maddələr mübadiləsinin pozulması ilə yanaşı, eyni zamanda hormonal balansın pozulmasına da gətirib çıxardır və belə olan halda təbii ki, həddindən artıq çox şəkər, karbohidrat qəbul edən insanlarda insulin müqavimətinin də pisləşməsi birbaşa olaraq şəkərli diabetə, artıq çəkiyə, piylənməyə, qaraciyərin funksiyasının pozulmasına da gətirib çıxardır. Süni kimyəvi qatqılar burada hər biri aiddir. Rəngləndiricilər, dadlandırıcılar, aromatizator, konservantlar. Bunlar birbaşa olaraq allergik reaksiyaya, dəridə səpkilərin yaranmasına, dərinin bir tonluluğunun, bir rəngi olmasının qarşısını alır, müxtəlif çalarlarda olur. Eləcə də elastikliyin azalmasına, erkən qocalmaya gətirib çıxardır.